X elementi əsasi və amfoter oksid əmələ gətirir, turşu oksid əmələ gətirmir. Kuprim amfoter əmələ gətirmir. Barium da, maqnezium da. Ola bilər B və Y variantı. Y ancaq turşu oksid əmələ gətirir. Burada da alüminium ola bilməz, çünki amfoter əmələ gətirir. Fosfor doğrudur. Z isə həm əsasi, həm amfoter, həm turşu oksid əmələ gətirir. Cavabımız Y variantı. Qrafikə əsasən doğru fikirlərin müəyyən edin. Z bu həllolma əmsalının temperaturdan asılılıq qrafikidir. Gördüyünüz kimi X və Y maddələrinin həll olması temperaturdan asılı olaraq artıb. Bu deməkdir ki, X də bərkdir, Y də bərkdir. Onda Y bərk halındadır, qəbul edirəm. Z də azalıb, onda Z qazdır. Z qaz halındadır, bunu da qəbul edirəm. Və 60 dərəcədə X-in həll olması daha çoxdur deyə belə bir xətt qaldırsaq, görürük ki, həqiqətən 60 dərəcədə X-in həll olması daha çoxdur. Bütün variantlarımız uyğun gəlir. Hansı halda doğru adlandırılma verilməyib? Mis dəyişkən valentlidir, doğrudur. Alüminium hidroksid sabit valentlidir, doğrudur. Dəmir hidroksid dəyişkəndir, valentlik verilib, doğrudur. Barium hidroksid, barium sabitdir, valentliyə ehtiyac yoxdur, doğru deyil. Kükürt trioksid doğrudur. Temperaturun artırılması biz bilirik ki, mənfi Q istiqamətini aparır. Bu reaksiya birləşmədir və müsbət Q-dür. Deməli, sola aparacaq bu reaksiyanı. Sola aparacaq. Sola gedirsə, düzünə gedən reaksiyanın sürəti azalır, əksinə gedən artır. Bir düzdür. Sola gedirsə, NH3-ün mol sayı artmır, əksinə NH3 sərf olunur, azalır. Tarazlıq sağ tərəfə yox, sola dəyişir. Sola dəyişdikcə N2 və H2 artır, deməli 4 də doğrudur, 1-4 Y variantı. Deməli, əgər X o H2 parçalanıbsa, o zaman X burada qələvi ola bilməz. Qələvlər parçalanmır. X qələvi deyilsə, deməli X ya orta aktiv metaldır, ya da passiv metaldır. Və biz bilirik ki, xlorid turşusundan hidrogeni çıxarıbsa, bu passiv metal ola bilməz. Deməli, X orta aktiv metaldır. O zaman A variantından B variantını silirəm. Çünki aktiv metallar su ilə qələvə əmələ gətirir. Və aktiv metalın oksidindən başqa heç bir metalın oksidi su ilə reaksiyaya girib əsas əmələ gətirə bilməz. Ona görə də bizim cavabımız olur yalnız 3 Y variantı. Deməli, 2-ni seçək öncə. Həm əsas, həm də turşu ilə reaksiyaya daxil olan amfoter ola bilər. Deməli, biz B ilə D-ni 2-yə verə bilərik. BD, BD, BD. H-klor turşudur. Turşu ilə reaksiya daxil olmaz. H-klor olmalıdır kalium OH-da. A. Deməli, A variantı getdi. A-nı verib 3-ə. Feryum hidroksid əsasdır. İstənilən əsas, istənilən turşu ilə reaksiyaya daxil olur. Əsasla daxil olması üçün amfoter olmalıdır. Feryum OH2-də amfoter deyil. Onda deməli C3-də olmalıdır. Hələ ki 2 variantda qalırıq. Və bizim ortada qalır nə? Y. Kuprim SO4. Kuprim SO4 kalium hidroksidlə reaksiyaya daxil olar. Çünki bu duzdur. Duzun da əsasla reaksiyasında şərt ikisinin əlli olan olması, alınanın birinin çöküntü olmasıdır ki, kuprim OH2-də çöküntü donsuzda. Deməli, yeni veririk kalium hidroksidə. Cavabımız olur D variantı. Bununla niyə daxil olmaz nitratdan? Çünki nitrat turşusu zəifdir deyə sulfat turşusunu sıxışdırıb çıxara bilməz. Ona görə biz Y variantını sildik. Deməli, X atomunun elektron formulu verilib bizə. Bunun qrup nömrəsi 6-dır. Deməli, müsbət 6 mənfi 2 oksiləşmə dərəcəsinə malikdir. Yalnız reduksiya edici deyirsə, minimum oksiləşmə dərəcəsi olmalıdır. D variantı. XY3 birləşməsinin M qramı 2 Na atom saxlayırsa, amma biz burada 4 dənə görürük, yaxı 4 Na görürük. Onda yazırıq, əgər M qramı 2 Na atom saxlayırsa, bizim burada 4 Na atomumuz varsa, nisbi molekul kütləsi olacaq 2M. Bizdən XY3-ün nisbi molekul kütləsini istəyir. Olacaq 2M. Birinci reaksiyada feryum kuprimdən güclüdür. Ona görə feryum xlor 2 və kuprim, yəni metal reduksiya olunur. Bir mütləqdir. İkinci reaksiyada feryum sinki sıxışdırıb çıxara bilmir. Üçüncü reaksiya isə, deməli, burada kalsium aktiv metaldır və bu reaksiya məhlulda getdiyinə görə, birinci bu gedəcək kalsium OH2 və H2 alınacaq. İkinci halda isə kalsium OH2 reaksiya daxil olacaq feryum xloridlə, olacaq kalsium xlor 2 və feryum OH2 çöküntü alınacaq, amma metal reduksiya olunmayacaq burada. Deməli, biz burada götürəcəyik yalnız bir Y variantı. Reaksiya üçün doğru fikri müəyyən edin.
Molekul daxili oksidaşma reduksiya reaksiyasıdır. Fikri tamamilə doğrudur. Çünki burada oksidaşma dərəcələri dəyişib və dəyişən elementlər bir maddənin daxilində yerləşirlər. Reduksiyacı və oksidaşdırıcı eyni element atomu qətiyyən deyil, müxtəlif element atomlarıdır. Gördüyünüz kimi parçalanma reaksiyasıdır. Doğrudur. Cavabımız 1-3A variantı. NO-nun əmələ gəlmə istiliyi -90 verib. Bura 2 vuraq 90 mənfi qiymətlə. Və Hess qanununa görə istilik effekti bərabərdir. 2x NO2-ni bilmirik. Minus 180. Buradan biz 2x-i alırıq. Deməli 113 minus 180. 2x-imiz eləyəcək -67 və x-imiz də olacaq -33,5. Neçə ədəd aşağıda verilmiş orbital örtülməsi var? Bu pi rabitəni göstərir. Pi rabitə də burada bizim 2 dənədir. Hansı reaksiyadan əsası duz alınır? A variantı olmaz. Baxmayaraq OH sayı çoxdur. Bir turşulu əsas və bir əsaslı turşudan mol nisbətindən asılı olmayaraq hər zaman normal duz alınacaq. Cavabımız B-dir. Çünki OH sayı H sayından çoxdur. C-dən turş duz alınır, D-dən turş duz alınır, Y-dən isə normal duz alınır. Oksigen adi şəraitdə dediyinə görə, oksigen qazı halında ümumiyyətlə onun adi şəraitdə kristal qəfəsi yoxdur. Qara fosfor atom, almaz atom, ağ fosfor P4S8 yod2 adi şəraitdə bərk olub molekul kristal qəfəs əmələ gətirən maddələrdir. Natrium xlor da ion kristal qəfəsdir. Doğru deyil. Deməli, birləşmə reaksiyasıdır, doğrudur. Heterogen reaksiyası doğrudur, çünki maqnezium bərk oksigen qazdır. Oksidaşma reduksiya reaksiyasıdır, çünki elementlərin oksidaşma dərəcələri dəyişib. Endotermik deyil, birləşmə və yanma reaksiyaları egzotermikdir. Oksigen oksidləşdiricidir, sıfırdan -2-yə gəlib 2 elektron alıb oksidləşdiricidir. Hansı halda təzyiqin dəyişməsi kimyəvi reaksiyanın tarazlığına təsir etməz? Deməli, həcmlər bərabər olmalıdır. A deyil, B variantıdır 2 mol 2 mol. C deyil dostlar, çünki karbonu sirsək 1-in 2-yə qalacaq. D deyil 3-ün 2-yə, Y də deyil 3-ün 2-yə dəyişir. X qələvi metalının sıra nömrəsi X qələvi metaldısa 1 valentlidir. Sıra nömrəsi ona yaxın təsirsiz qazın sıra nömrəsindən 3 vahid az olan. Yəni Y-dir 8-ci qrupdursa 3 vahid azdırsa 7, 6, 5-ci qrup elementidir. RH3 tipli birləşmə əmələ gətirir. 3 tək elektron var adi şəraitdə. 3 valentlidir oksigensiz birləşmələrdə. Minimum valentliyi olur XY3 və 4 atomu var. 1 molundakı atom sayını soruşur bizdən. Hansı element əsas yarım qrupda yerləşir? D elementidir, əlavə yarım qrupdur. 2 və 3 əsas yarım qrup. X maddəsi sabit fiziki xassələrə malikdir. O zaman mən hava və nefti silirəm və müxtəlif növ atomdan ibarətdirsə ozon və oksigeni silirəm. Çünki eyni növ atomlardır, qalır karbon qazı. Nisbi molekul kütləsi 64 olan bu birləşmədə kütlə nisbəti 5-in 3-ədir. Yəni 8x götürsək, x-imiz olacaq 8. Məndən də x-i soruşduğuna görə 5-in 3-ə, deməli 41 olacaq, 24 də 1 olacaq. Bizdən x-in nisbi atom kütləsini istəyir. Burada da bizim 1x-imiz var, kütləsi də 40-dır. Deməli nisbi atom kütləsi olacaq 40. Yalnız metallar, karbon qeyri-metal, silisium karbon qeyri-metal, fosfor qeyri-metal, kükürt qeyri-metal, Y variantı. Ağ fosfor sarımsaq qoxuludur. Qoxu fiziki xassədir, alovlanma kimyəvi xassədir, reaksiya daxil olma kimyəvi xassədir, yalnız bir Y variantı. sp2 S sigma rabitə, bu sp2 hibridləşmədir, bu da sp2 hibridləşməyə malikdir, digər 2 karbon sp hibridləşməyə malikdir, S hidrogeni göstərir. Deməli, buradakı hidrogenləri açası olsaq, bir də bu hidrogeni görürük ki, bizim 1, 2, 3 ədəd sp2 S sigma rabitəmiz var. X plus oksigenin proton sayı 8 vurdum 4'ə 32 plus 2 bərabərdir 50'yə. X-i alıram buradan 16. 16'nı payladıqda xarici təbəqədə 3s2, 3p4, 3d-də 0. Maksimal həyəcanlanma. İlkin həyəcanlanmada P-dən birini verir D-yə. Olur 4 tək elektron. İkinci həyəcanlanmada S-dən birini verir D-yə. Olur 2, 3, 5, bir də bu 6 tək elektron. Müsbət 6-dan müsbət 4-ə eləyir müsbət 2, 1 doğrudur. Mənfi 3-dən 0-a eləyir mənfi 3, 2 səhvdir. 0-dan mənfi 2-yə müsbət 2 doğrudur. Mənfi 2-dən müsbət 6-ya mənfi 8 doğrudur. 0-dan müsbət 2-yə mənfi 2 olmalıdır, yanlışdır.
Dəmir 3 hidroksid üçün hansı fikirlər doğrudur? Amfoter xəstəlidir, doğrudur. 2 turşulu deyil. Suda həll olmur, doğrudur. Qızdırıldıqda parçalanmır. Parçalanır çünki qələvi deyil. Deməli, X OH2 tərkibli birləşmə əmələ gətirir və suda həll olur. Bura daxil eləmək olar barium B. YOH3 və suda həll olmur. Alüminium OH3, ferium OH3, deməli A, D. Və ZOH, yəni bir turşuludur və suda həll olur, bu da olur C. Bura daxil eləmədik biz Y-ni, çünki əmələ gətirir kuprium OH2 və suda həll olmayan bizim elə variantımız yoxdur. Eləcə də kuprium 1 hidroksid, o da suda həll olmayan bizim elə bir seçimimiz yoxdur. Qrafik məhsulun yoxsa başlanğıc maddənin qatlığını göstərir. Görürsünüz ki, zaman keçdikcə maddənin qatlığı 0,8-dən 0,5-ə düşüb. Deməli, zamanla maddənin qatılığı azaldığına görə bu başlanğıc maddəyə aiddir. Çünki başlanğıc maddə sərf olunur. Bunu bu şəkildə qeyd etdik. Bu birinci sualımızın cavabı. İkinci halda isə bizdən orta sürət istəyir. V bərabərdir 0,8 minus 0,5 bölək 10. Bu da bərabər olur 0,3-ü bölürük 10-a, eləyəcək 0,3. Temperatur əmsalı 2 üstü x üstü temperatur əmsalını bilmirik. 50 minus 20 bölək 10 bərabərdir 1,6 bölək 0,2, yəni 8. Yəni x üstü 3 bərabər olacaq 8-ə, x də bərabər olacaq 2-yə. Oksidaşma reduksiya reaksiyasını əmsallaşdırın. 0-dan müsbət 3-ə və müsbət 6-dan müsbət 4-ə dəyişimimiz var. Müsbət 6-dan müsbət 4-ə 2 elektron, 0-dan müsbət 3-ə 3 elektron, 6 kükürdümüz var, sulfat turşusu 6, 6 da suya veririk, hidrogen sayımız bərabər olsun. 24 oksigen, 12, 6, 6, 24 oksigenimiz var. Əmsallaşdırdıq, oksidləşdiricinin neçə faizi reduksiya olmuşdur? 6 mol oksidləşdiricimiz var, kükürt müsbət 6. Bunun 3 molu dəyişməyib, müsbət 6 olaraq burada qalıb. 3 molu isə SO2 şəklində dəyişib gördüyünüz kimi burada. Deməli 50%. 6-dan 3-ü reduksiya olunmuşdur 50%.